Salam, sabahınız xeyir olsun. 25 may 2026-cı il tarixli yaz fəslinin 65-ci, Zülhicə ayının 8-ci günüdür. Birinci bazar ertəsi günüdür. Bu günümüz və həftəmiz uğurlu başlayıb, uğurlu başa çatmış olsun. 25 may günündə işləri arxasınca gedən, iş yerlərində, ofislərində, evdə, ev işləri ilə, eləcə də evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş avadlığı, gözəl bir gün keçirməyə arzu edirəm. Bununla yanaşı 25 may günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş avadlığı arzu edirəm. Qarşılarına qoyduqları məqsədlərə, hədəflərə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 25 may günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət diləyirəm. Qalanlara can sağlığı, səbir diləyirəm. 25 may günündə kimlərin xəstələr var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid, qazi, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, xoş xəbərlərlə zəngin dolu olan, bol bərəkətli, ruzili bir gün, eləcə də bir həftə keçirmələrini arzulayıram. 25 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 25 may günündə də tarixi günlər vardır. 25 may günündə daha çox əvvəllər son zəng günü kimi qeyd olunurdu və artıq belə deyil, yəni bu da bir tarixi qovuşmuş olan bir gündür. Bunun yanaşı 25 may günündə demək 1571-ci ildə İspaniya kralı Benedik və Papa Osmanlı dövləti əleyhinə ittifaq qurduqları gündür. 25 may 1954-cü ildə Tokyoda keçirilən sərbəst güləş üzrə dünya çempionatında Türkiyə milli komandası birinci yeri tutduğu gündür. 25 may günündə 1963-cü ildə 30 Afrika ölkəsi bir araya gələrək Afrika Birliyi, yəni ABT-ni qurduqları gündür. Bununla yanaşı 25 may günündə 1988-ci ildə İraq Bəsrəni İrandan aldığı gündür. 25 may 1989-cu ildə Mikhail Gorbaçov SSR-nin prezidenti olduğu gündür. 25 may 2003-cü ildə Nuri Bilgə Ceylanın uzaq filmi Elfand filmi ilə birlikdə 56-cı Cannes Kinofestivalında ən yaxşı film mükafatı aldığı gündür. 25 may 2005-ci ildə Azərbaycan neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılması məqsədi ilə çəkilən Bakı-Tbilisi-Ceyhan, yəni BTC boru kəmərinə ilkin neftin vurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.